dinin kamilləşməsi ilə bağlı ən son nazil olan ayət-i şərifə Quran-ı Kərimdə "Əl-yevmə əkmaltu lekum dinakum və etmamtu aleykum ni'meti və raditu lekumul İslamə dina" buyurdu ki, ey cəmaat, bilin və agah olun. Bugün bir gündür ki, əl-yevmə məhz həmin Qədirxum çölündə Zilhiccə ayının 18-də Peyğəmbər salavatullah Əmirül Müminin Əli ibn Əbi Talib ağanın vilayətini elan etdikdən və izhar etdikdən sonra, o duanı edəndən sonra buyurur "Əl-yevmə əkmaltu lekum dinakum". Bugün dininizin kamil olduğu, kamil etdiyiniz bir gündə Allah Teala buyurur "Əl-yevmə əkmaltu lekum dinakum". Onlara söylə ki, bugün sizin üçün mən dinimi kamil etdim və etmamtu aleykum ni'meti və nemətimi sizə tamamladım. Və razitu lekumul İslamə dinən və sizin üçün İslamı din olaraq razı qaldığım bir din qərar verdim və etdim deyə. Məhz bu ayət-i şərifədən sonra Peyğəmbər salavatullahın Əmirül Müminin Əli əleyhissalamın vilayətini elan etdikdən sonra demək vilayətlə dinin kamalı, nemətin tamamı və İslam dininin Rəbbimiz tərəfindən razı qaldığının təsdiq ayəsidir.